Selamünaleyküm. Gittik gördüm bir yerde yetkara. Aa, videonu çekmemişim. Bir seferde danışıram. Video çekmemişim. Güneşin batışına bak. Bugün gedirik berbere. Onu kırt kırt elemeye. Oradan Karaca'ya indirimler var, onlara bakmağa. Oradan bir iki makyaj salmağa. Oradan biraz yemek yemeye. Oradan da eve. Portiki. Çoban çiğ Çoban çiğ çörək çeynəməkdən çənəsinin çiği çökmüş. Çiğ? Çiğ. Çoban çiğ çöreği çeynəməkdən çənəsinin çiği çıxmışdı. Ben bir dedim ki çətin bir şey bilir. Ben dedim ki asan bir şey bilir. Uşaq vaxtı çətin bir şey vardı. Neydi adı? Gittim gördüm bir yerde yetti qara... Neydi? Ne? Gittim gördüm bir yerde yetti qara qaşqı qoyun. Son qaç. Göz bəkdən qolumdan tut qaç. Dərzi, 4 dərzi dərziyə 4 dəfə dərd danışdı. 4 dərdli dərzi, 4 dərdli dərziyə 4 dəfə dərd danışdı. Tez. Hadi. Nada deyəm belə. Tez nə? Mən deyirəm 4 dərzi dərziyə 4 dəfə dərd danışdı. 4 dərdli dərzi, 4 dərdli dərzi, 4 dərdli dərzi. Hansı sevgilini xatırladın? Bunu qoydum bərbərə, getdim, ətir aldım. Ümumiyyətlə ətir mövzusunda çox həssasam. Böyle iyrədir, hər iyi. Amma külək gəldi. Hər iyi bəyənə bilmirəm deyə qramla aldım. Amma bunlar xoşuma gəldi. İndi gedirəm oğlunun yanına. Görüm orada nə yiyiblər uşağıma. Keçəlmi yiyiblər. Kişilərin bərbəri şık qadınlardan uzun çəkir. Amma ikisi də yaraşıqlı oldu. Bəyəndim. Qasimi də çək. Bəsim. Cida. Dur şuna bak. Gidirik Karaca'ya. Hep ətiri çəkmək yadımdan çıxdı. Amma elə gözəl ətiridim. Bəyəndin sən də? Göstərim sənə, gəl bax. Ha? Qramla al. Darı nədir? Bax, buna var. Bunu oxuma. Keçən dəfə aldığım deyil, heç biri keçən dəfə aldığımdan deyil. Bu nə də sevmiş? Ha. Elədir də. Pleasure. O Dadına sən bax. dəlisən sən. Dadına bax. Qorxuram ondan. Çocuğum, sən də bunun iyinə baxmısan? Onları qoydum o bir tərəfə, Karacanı dağıdıb bərbad günə qoymasınlar deyə. Görürsən, səsim eşidilir. Hələ ki, mikrofon taxmağa alışmamışam. Bunlar mənim ilk vloglarımdır. Əgər davam edib yarı yolda qoymasam, görək nə olacaq. Neyse, gedirik Karacaya.
geldi ki. Benim de basamadık ya. Geldim Yuska. Burada da böyle bu divanlarıyla hoşum geldi ki. Bir de böyle bir desmal aldım. 25 manatdan deyəsən. Düşmüşdü 16 manat 50 qəpiyə. Çox qəşəngdir. Böyle şeyler de var. 30 manat, o da 15 manat. Bilmirəm. İndi gəlmişəm yemək yeməyə. Amma ailəmi itirmişəm. Mən mənim yoldaşım. Necəsən? Burada səsimiz düşmədiyi üçün sonradan səs yazıram. Yeməklər ümumiyyətlə çox xoşumuza gəlir. Ümumiyyətlə suşidən sonra nə yesəm artıq mənə ləzzət eləyir. Hər şeyə şükür eləyirəm. Bu zurna dürüm o qədər uzun idi ki, yəni yeyə qurtarmaq bilmirdi. Elə ən çox da onu bəyəndim. Hamının təriflədiyi burritonun, onun bilirsiniz də qramları var. Deyəsən 125 qram idi aldığım, tam dəqiq bilmirəm. Ölçüsü də çox böyük idi, içi də dolu-dolu idi, lakin çox yemək olmur, adamı vurur. İskəndər isə ən bəyəndiklərimin içində oldu, çox xoşumuza gəldi. Bugün gedirik səhər yeməyinə. Bu da mənim səhər yeməyi lokumum. Yarısı. Yarısını çəkə bilmədim. Əslində orada güzgü olsa orada çəkərəm. Saçımı fenləyəcəm. Uca demək olar hazırım. Yəni sumka yığmaq falan qalıb. Çünki uşağı da qaynımdan qoyub gedirəm. Belə. Bu palda çox xoşuma gəldi. Mükəmmelin açanda yoldaşım buranı partlatdı. Pis görsənir. Neyse də.